Hər vaxtınız xeyir olsun. Bu dəfəki mətnimiz piranha balıqlarına bağlı mətndir. Ümumi olaraq belə bir məlumat verək ki, piranha balıqları deməli çaylarda daha çox yaşayan bir balıq növüdür. Deməli bu balıqlar haqqında müxtəlif tür fərziyyələr mövcuddur. Yəni bir qism insanlar düşünür ki, bunlar çox aqressiv balıqlardır. İnsanlara belə hücum edə bilərlər, çox təhlükəli və qorxunc balıqlardır. Ancaq elmi araşdırmalar göstərir ki, piranha balıqları ekoloji tarazlığın qorunmasında əvəzsiz rol oynayırlar və əslində təbiət üçün faydalıdırlar. İndi keçək burada mətn suallarının izahına. İlk sualımızın şərti belədir ki, mətnə əsasən cədvələ uyğun fikirləri müəyyənləşdirin və yenə uyğunluq bizdən istəyir. Doğrudurun altından doğruları, yanlışdırın altından yanlışları seçməliyik. Piranhalar əsasən həyatları üçün təhlükəli vəziyyət yarandıqda aqressiv davranırlar. Bu doğru fikirdir. Mətndə də verilib ki, piranha balıqları yəni ekstremal şəraitdə, baxın burada yalnız ekstremal şəraitdə, məsələn suyun səviyyəsi azaldıqda və ya qida qıtlığı baş verdikdə bu zaman aqressivləşir. Hətta insana belə hücum edə bilərlər. Yəni bu vəziyyətdə ola bilər. Amma normalda onlar çaylarda olan deməli ölü balıqlarla və yaxud da bəzi canlılarla qidalanırlar. Ona görə o yanlış, bu doğru fikirdir. Piranhalar yaşadıkları okeanlarda ekoloji tarazlığı qoruyurlar. Okeanlarda yox, çaylarda. Ona görə bu yanlış fikirdir. 2. Yanlışdırın altına baxaq. Deyir ki, uzunluqları 20-30 sm olan piranhalar daha çox tədqiq edilmişlər. Ümumilikdə piranhaların uzunluğu 20-30 sm-dən 40 sm-ə qədər olur. Amma yəni konkret yazılmayıb ki, 20-30 sm olanlar daha çox tədqiq olunub. Ona görə bu da yanlış fikirdir. Yanlışın altına yazıldığı üçün doğrudur. Sürü şəklində üzmələri onlara ov zamanı kömək olur. Bu fikir olaraq doğrudur, amma yanlışın altına yazıldığı üçün səhvdir. Deməli bizə lazım olan 1 və 3, yəni A variantı. Keçdik növbəti sualımızın izahına. Deyir, mətndə çərçivə daxilində verilmiş sözü kontekstə görə mənasını müəyyən edin. Çərçivə daxilində verilmiş söz burada tarazlıq sözüdür. Baxın, burada verilir tarazlıq sözüdür. Tarazlıq sözünün də mənası burada deməli belə verilibdir. 22-də D variantındakı ətraf mühitin öz keyfiyyətlərini bərpa etmək bacarıqları nəticəsində nisbi sabitdir. Yəni doğru cavab budur. Sonra keçək 23-cü sualımızın izahına. Burada da mətnin plan bəndlərinin ardıcıllığını bizdən istəyir. Birinci olacaq təbii ki 4-cü, yəni coğrafi yayılma. Orada da verilib ki, onlar harda, hansı ərazilərdə daha çox yayılıblar. Sonra olacaq yırtıcı canavar obrazına təqdim olunan balıqlar, yəni 2. Sonra olacaq Amerikalı bioloqun araşdırmaları nəticələri, yəni 5. Sonra olacaq piranhaların ov davranışı, yəni 3. Və sonda da olacaq piranhaların ekosistemdə rolu, yəni 1. 4, 2, 5, 3, 1. Yəni doğru cavab olacaq E variantı. Sonra hansı ifadə nöqtələrin yerinə əlavə edilsə mətnin məzmununa xələl gələr. Baxın, bax bu xələl gələrə bax belə dairə eləyək ki, bizdən tam nə istədiyini bilək də, burada sualın cavabında yanlışlığa yol verməyək. Baxın, nöqtələr buradadır. Deyir ki, buna baxmayaraq ictimaiyyət arasında onlara qarşı formalaşmış qorxu hissi, yəni piranhalar haqqında təbii ki, belə deyək də, rəvayətlərimi deyim, əfsanələrimi deyim və ya da yanlış fikirlərimi deyim, çoxdur və insanlar da o yanlış olanlara inanırlar. Amma təbii ki, onlar haqqında elmi araşdırmalar da var alimlərin. Buna baxmayaraq, misal belə yazsaq, hələ də qalmaqdadır onlar haqqında qorxu hissi. Bu doğru fikir kimi olar. Amma bizdən xələl gələn, yəni yanlış olanı istəyir. Günümüzdə də rast gəlinəndir. Bəli, indiyə qədər mövcuddur. Bəli, bugün də davam edir. Bəli, öz qüvvəsini itirmişdir. Bu yanlış olar. Qorxu hissi öz qüvvəsini itirmir. Hələ də onlar haqqında yanlış fikirlər vardır. Deməli, doğru cavab oldu E variantı. İndi gələk səbəb nəticə əlaqəsindəki uyğunsuzluq. Yenə də baxın, uyğunsuzluq. Bizdən bax bunu istəyir. Görək burada uyğunsuzluq hardadır. Deyir, piranhalar ölmüş canlılardan qidalanır. Nəticədə çay suları bioloji tullantılardan təmizlənir. Bu doğru fikirdir. Yəni bu səbəbin bu nəticəsi doğrudur. Sonra suyun səviyyəsi azalır, qida qıtlığı yaranır və nəticədə piranha balıqları aqressivlik nümayiş etdirirlər. Bəli, orada da mətndə eyni ilə vardır ki,
Yalnız pirana balıqları bu halda aqressiv olurlar. Yəni qalan normalda belə davranış sərgiləmirlər. Kütləvi informasiya vasitələri və filmlər piranları təhlükəli varlıq kimi təqdim edir. İnsanlarda yanlış təsəvvür yaranır. Bu da doğrudur. Məhz balıqlar haqqında çəkilmiş filmlər və mətbuatda gedən məlumatlar onlar haqqında yanlış təsəvvür yaradır. Pirana balıqları üzərində müşahidələr aparılır. Onların yalnız aqressivləşdiyi zaman zəif canlılarla qidalana bildiyi aşkarlanır. Yox, o normalda da onlar zəif canlılarla qidalanırlar. Ona görə bu yanlışdır. Bizə elə uyğunsuzluq deyil. Bu da doğru cavab D variantı. Bu balıqlar dəstə halında üzür. Ov zamanı fəaliyyətləri daha effektiv tənzimlənir. Bəli. Onlar adətən dəstə halında ov edirlər. İndi gəldik. Deyir ki, mətndə tünd qəraətlərlə verilmiş cümlədə düzgün işlədilməyən sözləri və müəyyən edib uyğun nümunələrini əvəz etməklə cümləni yenidən yazın. Baxaq bir dənə burada tünd qəraətlərlə verilmiş cümləyə. Maraqlıdır ki, bu dişlər mütəşəkkil olaraq tökülür və yerinə yeniləri yetişir. Burada mütəşəkkil sözü səhvdir. Yəni doğru deyil. Bunu belə yaza bilərsiniz ki, bu 26-da ki, məsələn indi burada qələmimizdə problem olmasa maraqlıdır ki, bu dişlər burada nöqtə qoyanda həmişə bax problemimiz olur. Nöqtə qoymayaq. Maraqlıdır ki, bu dişlər yəni mütəşəkkil yox, müntəzəm olaraq tökülür. Burada mütəşəkkil əvəzində müntəzəm yazmaq daha düzgün olardı. Sonra keçirik növbəti sualımızın izahına. Burada təbii ki, mətnləri həm çərçivədə verilmiş, həm də əsas mətnimizi üslubu cəhətdən fərqləndirmək bizdən istənilir. Baxın, burada bu elə bir şey Euler Venn diaqramı kimi bunu təsəvvür edində. Əsas mətn, çərçivədəki mətn və bunların ortaq cəhətləri. Əsas mətnimiz publisistik üslubdadır. Publisistik üslubun xüsusiyyəti olaraq biz nə yaza bilərik? Aydın, sonra anlaşıqlı, kütləvilik, kütləvi danışıq dili. Çərçivədəki mətnimiz də elmi mətndir. Bura biz yaza bilərik konkretlik, sonra termin sıxlığı yaza bilərik, dəqiqlik yaza bilərik. Yəni, bu çərçivədəki mətnə. Ortaq cəhət kimi də yaza bilərsiniz. Ədəbi dilin normalarına tabe olmaq. Ədəbi dilin normalarına tabe olmaq. Və yaxud da bir dənə də ortaq cəhət yaza bilərsiniz ki, funksional üsullara aid olmaq. Yəni ortaq cəhət kimi belə yaza bilərsiniz. Yəni birinci əsas mətnimizə yaza bilərsiniz publisistik üslubda olduğu üçün. Yəni o üslubun adını yazmağa ehtiyac yoxdur. Sadəcə həmin üslubun xüsusiyyətlərini yazmaq lazımdır. Yəni aydınlıq, anlaşıqlıq, kütləvi danışıq dilinə yaxınlıq, xalq danışıq dilinə yaxınlıq. Əsas mətnimizdə də yaza bilərsiniz konkretlik, dəqiqlik, termin sıxlığı. Ortaq cəhətdə yaza bilərsiniz ki, ədəbi dilin normalarına tabe olmaq, funksional üsullara aid olmaq və s. Yəni belə bir şeylə yazmaq olar. İndi deyək ki, ekosistemdəki pozuntular təbiətin özünü tənzimləmə prinsipi ilə yenidən təbii nizama yönəlir cümləsinin mətnin məzmunu ilə əlaqələndirin. Biz yazmıram bunu, təbii ki, yenə də qələmimiz nəsə bizi problem törədir. Bunu yaza bilərsiniz ki, ekosistemdəki pozuntuları təbiətin yəni özü tənzimləməsi ilə bağlı. Görürük ki, mətndə görürük ki, pirana balığı ölmüş canlılarla qidalanmaqla bunlar deməli qidalanmaqla
onlar tullantıları parçalayan balıqlar kimi təqdim olunublar. Yəni bu o deməkdir ki, piranlar təbiətin özünü tənzimləmə prinsipinin bir parçasıdırlar. Onlar lazımsız olanı deməli təbiətdən kənarlaşdırırlar və beləliklə də onlar ekosistemin tarazlığını qoruyub saxlayırlar. Yəni belə yaza bilərsiniz. Sonra mətndə altından xətt çəkilmiş sözlərin üslubi funksiyası baxımından cədvəli tamamlayan fikirləri yazın. Sözün ümumiyyətlə üslubliyyətdə 3 funksiyası var. 1. İnformativ funksiyasıdır. Yəni söz həqiqi mənada işlənirsə, bu informativ funksiya sayılır. Söz məcazi mənada işlənirsə, bu poetik funksiya sayılır. Bir də söz elmi üslubda terminoloji funksiya daşıyır. Yəni bunları belə ayırmaq olar bir-birinə. Baxaq görə mətnin altına xətt çəkilmiş sözlər hansıdır? Görə bunların hansı funksiyaları vardır? Baxaq sözlərimizə. Bir, bax bu parçalamaq sözüdür. Bir də yaralı sözdür. Bax, hər ikisi də həqiqi mənada işlənibdir. Həm buradakı yaralı sözü, həm də buradakı parçalamaq sözü. Həqiqi mənada işlənibsə, onda xananın hər iki, yəni həm birinciyə, həm ikinciyə yazırıq ki, informativ. Bu hər ikisini informativ yazırıq. Sözün başqa funksiyada cümlədə işlədilməsi. Deyək ki, birinci sözümüz yaralıdır. Biz yaralı sözünü təbii ki, elmi üslubda işlədə bilmərik. Yaralı sözünü biz işlədə bilərik bədii üslubda. Misal üçün, məşhur mahnı var, ay qız gəzmə, aralı, könlüm səndən yaralı. Yəni, yaralı sözü burada məcazi mənada işlənibdir. Bunu belə işlədə bilərsiniz. Digər parçalamaq sözüdür. Bunu da bədii üslubda işlədə bilərik. Tutaq ki, mən onun bu halını görəndə ürəyim parçalandı. Yəni, belə işlədə bilərsiniz başqa funksiyada. İndi burada 30-cu sualımızda deyir ki, bir müddəa veribdir. Piranların ekosistemdəki böyük rolu var və bu müddəaya 2 fakt yazmaq lazımdır. 2 fakt necə yaza bilərik biz bura? Misal üçün, piranlar leş yeyən heyvanlardır, balıqlardır daha doğrusu. Piranlar qida zəncirinin sabitliyini qoruyurlar, bakteriyaların yayılmasının qarşısını alırlar. Yəni, belə 2 ən azından fakt yaza bilərsiniz bu cədvəlin kanallarına. Bu qədər. Sağ olun dostlar. Kanala abunə olmağı və videomu bəyənməyi unutmayın.